Gəlin davam edək. 44-cü suala baxırıq. Deyir ki, üfüqi səthdə düz xətt üzrə hərəkət etdirilən cismin təcilinin ona təsir edən üfüqi istiqamətdə yönəlmiş dartı qüvvəsindən asılılıq qrafiki verilmişdir. Qrafikin A nöqtəsinə uyğun vəziyyət üçün cismə təsir edən sürtünmə qüvvəsini və dartı qüvvəsini hesablayın. Deməli, uşağa təcilin dartı qüvvəsinin asılılıq qrafikini verib və bizə deyir ki, A nöqtəsinə uyğun sürtünmə qüvvəsini hesablayın, dartı qüvvəsini hesablayın. Mən məsələnin həllinə keçməzdən öncə qısa bir haşiyəyə çıxmaq istəyirəm. Diqqətlə bu izaha qulaq asın. Deməli, tutaq ki, belə bir cisimdir. Bunu müəyyən bir dartı qüvvəsindən dartırıq. Əgər hərəkət yoxdursa, təbii ki, burada yaranan sükunət sürtünmə qüvvəsi ilə dartı qüvvəsi bir-birinə bərabər olmalıdır. Sükunət sürtünmə qüvvəsi həmişə dartı qüvvəsinə bərabər olur. Tutaq ki, deyək ki, dartı qüvvəsi 2 Newtondur. Sükunət sürtünmə qüvvəsi 2 Newton olmalıdır ki, bunlar bərabər olsun və hərəkət olmasın. Tutaq ki, mən dartı qüvvəsini artırıram, eləyirəm 3 Newton. Onda sükunət sürtünmə qüvvəsi də artıb, yox, əgər 3 Newton olsaydı, digər 2 Newton olsaydı, təbii ki, hərəkət olardı. Əgər hərəkət hələ də yoxdursa, onda sükunət sürtünmə qüvvəsi də artıb olub 3 Newton. Tutaq ki, dartı qüvvəsini 4 eləmişəmsə, sükunət sürtünmə qüvvəsi də olmalıdır ki, 4 Newton hərəkət olmasın. Nə vaxt ki, mən artıq dartı qüvvəsini eləmişəm 5 Newton. Amma sükunət sürtünmə qüvvəsi artıq 4-də qaldı. Dartı qüvvəsi nə vaxt ki, sükunət sürtünmə qüvvəsindən böyükdür, artıq hərəkət başlayır, sürüşmə başlayır. Və sükunət sürtünmə qüvvəsi artıq 4 olaraq qalır, dəyişmir. Bax, buna deyirlər sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti. Baxın, indi gəlin bunu tətbiq eləyək bu məsələmizə. İndi fikir verin, bax, birinci hissədə hərəkət yoxdur. Və hərəkət yoxdur. Burada da dartı qüvvəsi, baxın, 20 Newtondur. Bax, bu 20 Newton olub, 20 Newtona kimi sükunət sürtünmə qüvvəsi ilə dartı qüvvəsi bərabər olub. Artıq 20-dən sonra dartı qüvvəsi artıb, sükunət sürtünmə qüvvəsi, bax, o 20-də olaraq qalıb. Yəni, buradakı 20 sükunət sürtünmə qüvvəsinin uşaqlar maksimal qiymətidir. Verib bizə bunu 20 Newton. Gəlin əvvəlcə bu nöqtə üçün kütləni tapaq, kütlə də bizə nə məlumdur. Burada isə dartı qüvvəsi gördüyümüz kimi 50-dir. Yazaram F dartı çıxılsın, F sürtünmə bərabərdir M-aya. Dartı qüvvəsi bu nöqtə üçün görürəm 50-dir. Sürtünmə dedim ki 20 olacaq. Bərabərdir. M-i bilmirəm. A isə gördüyümüz kimi 5-dir. Buradan da alaram 30 bərabərdir 5M. M-i taparam 6 kiloqram. Kütləni tapdım. İndi keçirəm A nöqtəsinə. A nöqtəsi üçün yazaram. F dartı çıxılsın, F sürtünmə bərabərdir M-aya. Baxıram A nöqtəsinə uyğun dartı qüvvəsini bilmirəm nə qədərdir. Amma sürtünmə dedim ki, nə götürməliyik? 20. Kütlə də 6-dır. Təcil də gördüyümüz kimi A nöqtəsinə uyğun 7-dir. Buradan da taparam ki, F dartı çıxılsın 20 bərabərdir 42-yə. Buradan da F dartını taparam 62 Newton. Sürtünmə qüvvəsi də dedi ki, 20 Newtondur. Bax, belə həll olunacaq. Keçək növbəti suala, 45-ci suala gəlin baxaq. Üfüqi səthi üzrə düz xətli hərəkət etdirilən kütləsi 10 kiloqram olan cismə təsir edən sürtünmə qüvvəsinin dartı qüvvəsindən asılılıq qrafiki verilib. A nöqtəsinə uyğun vəziyyət üçün cismə təsir edən sürtünmə qüvvəsini və təcili tapmamızı istəyir. İndi gəlin baxaq. Yenə görürük ki, baxın, sıfırdan başlayır, get-gedə, sürtünmə də artır, dartı da artır. Bax, 30-a kimi arta gəlir. Artıq 30 olanda dartı qüvvəsi, sürtünmə qüvvəsi, 30-dan sonra artıq dartı qüvvəsi artsa da sürtünmə qüvvəsi dəyişməyibdir. Deməli, burada da yenə 30 sürtünmə qüvvəsinin, sükunət sürtünmə qüvvəsinin maksimal qiymətidir. F sürtünmə bərabərdir 30 Newtona. Baxıram, A nöqtəsinə uyğun dartı qüvvəsi isə 70-dir. Yazaram F dartı çıxılsın, F sürtünmə bərabərdir M-aya. Dartı qüvvəsi deyirəm A nöqtəsi üçün 70-dir. Sürtünmə qüvvəsi dedim 30-dur. M 10-dur, A-nı bilmirəm. 40 bərabər olacaq 10A-ya. A da bərabərdir 4 kiloqrama. Üzr istəyirəm, metr bölünsün saniyə kvadratına. Təcili tapdıq 4. Sürtünmə qüvvəsi dedim ki 30 Newton olaraq qalır, dəyişmir. Bu olur sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti. Gəlin baxaq, növbəti suala 46-cı suala baxaq. Deməli, sərtliyi verib, belə bir təsəvvür edin ki, iki cisimdir, ortalarında belə bir yay ilə bağlanıblar və F qüvvəsi təsiri ilə dartılırlar. Və bizdən yayın uzanmasını istəyir və təbii ki, hətta deməli, sürtünmə əmsalları varsa, səthdə bir sürtünmə qüvvəsi də təsir edir bu cisimlərə. Biz sola doğru dartırıqsa, təbii ki, M1 kütləli cisim üçün sürtünmə qüvvəsi hərəkətin əksinə bu istiqamətdə yaranacaq. M2 kütləsi üçün isə təbii ki, hərəkətin əksinə bax bu istiqamətdə yaranmış olacaq. Deməli, mən burada
Newtonun ikinci qanunu yazsam, yazaram ki, F çıxılsın, yəni F tartı çıxılsın. Görürəm ki, bu iki qüvvə eyni istiqamətdədir. Yəni yazaram F sürtünmə 1 üstə gəlsin F sürtünmə 2 toplayaram. Bərabər edərəm uşaqlar. Kütlələri cəmi M1 üstə gəl M2 vurulsun A. Təbii ki, əvəzləyici qüvvəni tapıramsa, mən bu sistemin ümumi kütləsini götürüb vurmalıyım təcilə. Yəni mənim elədiyim şey bilirsiniz nədir? F əvəzləyici bərabərdir M-A-da. Deməli, baxıram, F-i verib mənə, dartı qüvvəsini verib mənə 140 çıx. F sürtünmə 1-in yerinə yazacağım μ1 M1J üstə gəl μ2 M2J bərabərdir M1 üstə gəl M2 vur A. Aha. Yenə yazıram 140 çıxılsın. μ1 bizdə 0,2, M1 bizdə 20, J də 10 üstə gəl. μ2 bizdə 0,4 vur, M2 bizdə 10 vur, J də 10 bərabərdir. M1 üstə gəl M2 uşaqlar cəmi 20 10 cəmi 30. A-nı da bilmirəm, indi birazdan tapacağıq. 140 çıxılsın. 40 üstə gəl 40 bərabərdir 30A. 140 çıxılsın 80 bərabərdir 30A. 60 bərabərdir 30A. Buradan da təcili 2 tapdıq. Təcili tapdıq 2. Artıq mən hər şey silirəm. Təcilin 2 olmağını yadda saxlayırıq. Gəlirik bizdən çünki uzanmanı istəyir. Təcili biz 2 tapdıq. Baxın, indi gəlin, istəsəm bura görə də tapa bilərəm. İstəsəm bura görə də tapa bilərəm. Ən yaxşı rahatı ilə bu M2 kütlə cisminə görə KX-i tapmaqdır. Baxın, bilirik ki, yayda burada elastiklik qüvvəsi KX yaranacaq və hərəkətin əksinə burada bir sürtünmə qüvvəsi var. Yenə əvəzləyici qüvvə bərabərdir M-A-ya. Hərəkət sola doğrudur deyə KX böyük olacaq. Ona görə KX-dan çıxacağım F sürtünmə 2-ni, bərabər eləyəcəm M2A-ya. K-nı verib bizə 600, X-i bilmirəm. F sürtünmə 2-ni bayaq hesablamışdım, əslində 40 alınmışdı. Bir də hesablayaram. M2, M2J. Yəni 0,4 vurulsun 10 vur 10. Bu da elədir 40. 40 bərabərdir. M2 yəni 10 vura. A-nı da bayaq tapdıq ki 2-dir. 600x bərabər olur 60-a, x da bərabər olur 0,1 metrə. Uzanmanı tapdıq ki 0,1 metrdir. Sonra gəlin